Bir nefer bir alim yattı alem rüyada, yuxuda İmam Hüseyin ağanı ziyaret elədi. Gördü bədəni yaralıdır. Ağanın bədəninin yaralarını görəndən de yuxuda o qədər ağladım, o qədər göz yaşı dözdüm. Mən ağlayıram, görürəm ağanın bədənində olan yaraları sağalır. Onda bildim bu göz yaşları devadır İmam Hüseyin ağanın yaralarına. Amma ay mənim səsimi duyan gənc qardaşlarım, ay mömin əmilər, mömin ağalar, deyib bədənində İmam Hüseynin bütün yaraları sağaldı. Amma ürəyində bir yarası sağalmadı. Dedim ağa, babam anam sana kurban, bedeninde bütün yaraların sağaldı. Ama yüreğdeki yarın niye sağalmadı? Ya Allah, dedi bu yüreğde el yaşlarım dağıdır.